Həftəlik bürclər 23 fevraldan 1 marta doğru dolça ikizlər tərəzi bürclərini, hava ünsürlərini nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar, günəş tutulması sizə keçid eləyib, bəli. Buranın aktivləşməsi başlayıb 18 fevraldan. Amma başqa bir məsələ var. Niyə bu qədər sərtsiz? Niyə bu qədər əsəbisiz? Niyə bu qədər hər şey aqressiv fonda? Niyə hər şey bu qədər kəskin şəkildə? Yəni siz bu həftə o qədər aqressivsiniz. Yəni mənə söz deməsinlər, mənə fikir bildirməsinlər. Sanki bilirsiniz necəsə, mən çox ağıllıyam, mən çox güclüyəm. Hər şeyi idarə edə bilərəm, hər şeyi istədiyim formada apara bilərəm düşüncəsindəsiz. Amma o deyil sizdə. Yəni hər şeyi ayrılığa doğru apara bilərsiniz, hər şeyi güvənsizliyə doğru apara bilərsiniz. Zamanla hər kəsi itələyə bilərsiniz. Daxili təklifinizdə dayanacaqsınız, nevroloji sisteminizdə aktivləşmələr olacaq. Burun boğaz sisteminizdə tutulmalar həddən artıq çoxdur. Yəni bilirsiniz, ətrafınızda olan insanlarla ciddi bir şəkildə konfliktə, ciddi bir şəkildə yarımçılığa girə bilərsiniz və özünüzü sağlam olmayan bir formaya çəkəcəksiniz. Çünki daxili təklifinizdə o qədər olacaqsınız ki, qəbul etdiyiniz qərarlar, bəzən insan öz depressiv vəziyyətində qəbul etdiyi qərarları göz çıxarına edir, amma öz çıxarına deyil. Daha çox belə deyim də, özünü səhv istiqamətə, özünü səhv addımları doğru aparmış bir formada olursunuz. Bu həftə sizin həftəniz deyil, bacarırsa psixoloji olaraq sakitlik, meditasiya, özünüzü dəyərləndirməklə əlaqədar özünüzü belə deyim də stabil saxlamağa çalışın. Çünki ətrafınızda olan insanların daha çox nifrətini, daha çox əsəbiyyətini və öfkəsini əldə edə bilərsiniz. Bu da retro vəziyyətə gəlirsə, keçmişdən olan insanlar da daha çox özünüzə çəkəcəksiniz və mübahisə, mübarizələr, aqressiyavınız aktivləşə bilər. Xoş bir vəziyyət deyil. 62%-ə qədər uğurlu edə bilərsiniz. Mənim xoşuma gəlmədi. Və ola bilər ki, ciddi qərarlar qəbul edəsiniz. İşdən çıxma ola bilər, ayrılıq ola bilər, uzaqlaşma ola bilər. Bunlar heç bir qərarlar normal qərarlar deyil. Əkizlərə gələndə həftənin uğurlarından biri də əkizlər siz ola bilərsiniz. Bu həftə həqiqi mənada əkizlər olacaqsınız. Bilirsiniz nə deməkdir? Yəni iki başlı işləri görəcəksiniz. İşi görəcəksiniz, qapı aralı qoyacaqsınız. Bəlkə gələcəyə doğru başqa bir təsir aktivləşdirə bilərəm, başqa bir yenilənə bilərəm. Bu həftə sürətiniz çoxdur. Bu həftə özünüzü kral və kraliçə kimi idarə etməyə çalışacaqsınız. Evrənin sizi qoruması çoxdur. Şans olaraq sizə yeni şanslar aktivləşməsi olacaq. İstəklərim çoxdur. İdarəm çoxdur, məntiqim çoxdur. Pul olaraq, maddiyyat olaraq əkizlər yeni bir xəbərlər, yeni bir şanslar, yenilənmələr əldə edə bilərsiniz. Tam əkizlər olduğu üçün biraz dəngənizi toparlamağınız zaman çərçivəsinə doğru normal olmayacaq. Amma evrənin sizi qoruması bu 3-ünə qədər də olmasa, belə deyim də, martın 11-nə qədər bu qoruma sizin üzərinizdə olacaq. Həftənizi uğurlu edə bilərsiniz və ən əsası da ruzlu bir insan formasında olacaqsınız əkizlər. Ümumi dəyərləndirsək həftəlik 84%-ə qədər uğurlu edə bilərsiniz. Tərəzilər. Beynimizin içərisində nə baş verir? Bu həftə pul həftəsidir. Şəxsi həyat münasibət qoyuruq bir qırağa. Bu həftə onlara gərək yoxdur. Bu həftə pul həftəsidir. Pulunuz, maddiyyatınızla əlaqədar hər şeyi aktivləşdirib, hər şeyi gücləndirə bilərsiniz. Tərəzilər. Bu həftə plan qururuq, planlarımızı həyata keçiririk. Pulla, maddiyyatla, kursla, imtahanla əlaqədar nə planlarım varsa özümü gücləndirməliyim. Çünki bu həftə şəxsiyyət sizin bayağı bir enerjilərinizi yeyəcək və bu enerjilərinizi yeyərək siz özünüzü yeniləmək, siz özünüzü yeni bir istiqamətə doğru apardıqca geriyə düşmüş bir vəziyyətiniz olacaq. Buna da ehtiyac yoxdur. Amma maddisal sferə baxımından, özünüzü göstərməyə baxımından, beyninizi, məntiqinizi işə salmaq baxımından çox gözəldir. Şənbə günündən başlayaraq planlarınız beyin olaraq, maddiyyat olaraq, finans qapılarının açılması olaraq uğurlu vəziyyətdə olacaq. Bu zamandan istifadə edə bilərsiniz. Və bir balaca bilmirəm, şeir yazanlar var, şair olanlar var, hobbilərinizi yazmaq üzərindən və yaxud da nələrsə qeyd etməlisiniz və nələrsə hesabat formasında aktivləşdirməlisiniz, sənət formasında aktivləşdirməlisiniz. Bu həftə heç onun üçün uğurludur. 80-76% aralığında həftəniz dəyişə bilər, amma pis həftə deyil. Özünüzü kəşf edəcəksiniz tərəzilər bu həftə. Bundan istifadə edin.